Salam əziz izləyicilər. Bugün biz Artumarin haqqında istəyirəm danışam sizin üçün. Artumarin nəyə xeyirdir? Artumarin ən çox oynaqlarda olan ağrıları, artrit, arteroz xəstəlikləri yaranmasını deyin, beldə redikulit, yırtıqlar, boyunda osteoxondroz, ayaqlarda revmatizma yaranmasını deyin, bunlardan istifadə etmək lazımdır məhsullardan. Yaponiyanın məhsullarıdır. Ayaqlarda olan ağrıları aradan qaldırır. Əgər bunlardan, bunu ağrımayanda sağlam vaxtı profilaktika məqsədi üçün içmək lazımdır. Əgər sizdə ağrılar varsa, ayaqlarda ağrılar varsa, onda artrit, arteroz varsa ayaqlarda, onda sümük qığırdaq yeyilmələri, onda bunu müalicə kimi, kurs müalicə kimi istifadə etmək lazımdır. Bunun üçün bizə müraciət edə bilərsiniz. 055 591 78 67 Sevda xanım, məndən əlaqə saxlaya bilərsiniz.